İlon İşmer, Şirin Ben Gülseven. Yazılıbdır ki, eğer süfre arkasında oturursansa, 3 nefer oturupsa veya artık aşağısı 3 nefer oturupsa, gerek mütləq bir balaca toradan söhbət eləyəsən. Eğer yazılıbdır ki, eğer toradan söhbət eləmirsənsə, bütün o yedikləri hasbi şalom düzgün sayılmır. Yani neye göre? Süfre, stol, mizbeyak sayılır. Beta Mikdaş'ta bugünkü günde biz kurban getiremirik. Ona göre onun əvəzinə olan açılan stollar, her bir stol mizbeyak sayılır. Yani ki kurbanlık taş sayılır. Ve kurbanlık taşın üstünde divretor olmalıdır. Biz həmişə birinci şart olarak sağ ol demeyi bacarmalıyıq. Yani birincisi Qadaş Baruxu bize imkan verirdi ki biz bu torpaqda yaşayırıq. Baruch Haşem. İkincisi demek istəyirəm ki yine yeri cennet olsun. Şirin dayı bu torpağa kısmet olup onun özü de böyle bir şeydir. Ne kadar adamlar gece gündüz dua edipler ki bu torpağa kısmet olsun, kısmet olmayıplar. Yani bu torpağın özüne kısmet olmak da böyük bir Qadaş Baruxuya minnətdarlıq eləmək lazımdır. Böyle bir əhvalat danışır. Yazır ki bir günü arvad, yani imkanlı ailədir. Birden yoldan keçirlər, görürlər ki bir zibilliğin yanında ses gelir. Uşaq sesi. Deyirlər ki ola bilsin bu pişik ölübdür, pişikdir, neyse belə ses gelir. Yaxınlaşırlar, görürlər ki kimse uşaq tuluyubdur zibilliyə. Kişi götürür, arvadına deyir ki ne eləyək? Bizim evde de 4 uşağımız var. Eğer icazə versəydin bu uşağı getirək saxlayaq. Arvad deyir əlbəttə. Uşağı biz ne eləməliyik? Götürək saxlayaq. Bu uşağı böyüdürlər. Nətər ki başqa uşaqları imkanlı alədir. Bu uşağa təhsil verirlər, böyüdürlər, nə lazımsa edirlər. Uşağın hardasa 22-23 yaşı olan vaxtı bir günü akşam tərəfi bunların qapısını kimsə döyür. Qapısını kimsə döyür. Bunlar qapını açır, görür bir imkansız bir adam. Gəlir deyir ki ben sizin evin yanından keçdim. Heç nə yeməmişəm 2 gündür. Gördüm sizin evden iyi gelir. Yemək iyi gelir. Mənə də bir tikə verin yemək yiyeyim də. Xahiş edirəm acam. Bunu görür həmin adam bunu eve davet edir. Deyir ki içəri mən sana verərəm yemək. Süfrə açır, buna qabağına gətirib. Ne yemək koyur, her şeye bu deyir, başlayır bunlara dua eləməyə. Çok sağ olun ki bu yeməyi mənə verdiniz. Ne bileyim bunu elədiniz, bunu elədiniz. Her şeye. Gece ne kadar bunları dua eləyir. Aləni o kadar dua eləyir. Daha tutarmadan dua eləyir. Neyse bu çıxır gedir artık. Bütün bu söhbətlərdən sonra qapını deməli girəndən çıxana kadar bu adamlara dua eləyir. Sağ ol deyir. Bu çıxıb gedəndən sonra kişi yoldaşına belə bir sual verir. Deyir, gördün bizi ne kadar dua elədi, ne kadar bırakı elədi bize, ne kadar sözler dedi bize, güzel sözler dedi bize. Deyir, gördüm əlbəttə. İnsan her şeye göre sağ ol deməlidir. Kim ona ne eləyirsə sağ ol deməlidir. Deyir, bak yadıma gelir 22 yıl bundan qabaq. Biz o uşağı götürdük şeyden. Bize ne kadar sağ ol deyibdi. Bu uşaq ne kadar bize sağ ol deyibdi. Bu kadar sağ ol deyibdi bize. Bu bir günde biz bu 22 yılda demediği şeyi sağ olu. Bir günde bir saatin içinde bize bu kadar sağ ol deyibdi. Ama uşaq böyütmüşük. Bize bu kadar deyibdi. Deyir ki kadın başlayır fikirləşməyə. Deyir o bizim evladımızdır. Ne deyir? Evlad atasına sağ ol deməli deyil. Evlad atasına sağ ol deməli deyil. Ve kadını ağlamak tutur, ağlayır ve deyir ki bilirsən insan örgəşəndə sağ ol da yadından çıxır. Evdə olanda yani atamdı, anamdı, bacımdı, kardeşimdi. Ne sağ ol diyeyim buna. Hamısı bizimdir. Elə bil ki kimsə borçludur. Əslində qalsa ata 6 yaşa kadar evladına borçludur. 6 yaştan sonra evlada borçlu deyil. Ne eləyirsə uje mitzva sayılır. Atanın, ananın evladına elədiyi uje mitzva sayılır. Çünkü uşaq 6 yaştan sonra ağıl diyəsidir. Ve her bir ata, anaya, her bir kəs özünü sağ olun deməlidir. Her saniyesine göre. Bugünkü gündə Şirin dayı dünyasını dəyişibdir. İndən sonra nə eləmək olar Şirin dayı üçün? Kimsə nəysə eləyə bilər. Heç kim heç nə deyənməz, heç nə eləyənməz. Və yaxud da o yoldaşı Allah rəhmət eləsin. Bütün rəhmətə gedənlər. İnsan həyata geldi.
Ne kadar imkan varsa onun sağlığında sağ olunu demək lazımdır. Ne kadar sağ ol insana dedilse o kadar da o insanın daha da eləmək istəyir. Ata, evlat gelir ataya sağ ol deyəndə ata biraz da fərəhə düşür, biraz da çox edir. Biraz da edir. İmkanından da artıq edir. Ve bu bize gösterir ki her bir kəs, nəinki ataya, anaya, her bir kəs bilməlidir ki Kadosh Baruxuya da biz o kadar her gün o kadar dua eləməliyik. Adamlar var ki nətərdir oturublar mahşevdən nəfəs alırlar. Havaları yoktur, oksigen alırlar. Böğürlərində yekə bir aparat gəzirlər. Burada bir raf tanıyıram mən bu dəqiqə. Artıq bir ildir ki evdən çölə çıxamır. Oksigenlə qoyublar böğründə, oksigenlə nəfəs alır. Kadosh Baruxu her gün bize səhər durandan ta yatınca nətərdir her şeyi verir. Biz nə edirik Kadosh Baruxuya bir dəfə sağ ol deyirik. Ne edirik Kadosh Baruxuya? Bu bize bir derstir ki her birimiz başa düşək ki nətər ki o uşağı hardansa tapıp çıkarttılar, onu böyüttüler. O uşaq sağ ol demir. Biz her ikimiz de başa düşməliyik. Kadosh Baruxu bize can sağlığı verir. Kadosh Baruxu bize ömür verir. Kadosh Baruxu her şey verir. Kadosh Baruxu bizden ne istəyir? Kadosh Baruxu istəyir ki biz bırakalar eləyək. Biz duranda səhər deyək, çok sağ ol ki sənin mənim ruhumu mənə qaytardı. Her bir yatan insan 60% ölüm deməkdir. Her bir yatan insanın 60% nişaması çıxır, göylerde 60% yukarıda olur. Ve ona göre de herkes başa düşmelidir ki duranda ta ki yatınca her bir kez yatanda Şema İsrail demelidir. Duranda əlini yumalısan, netelət yadayım eləməzsən, Kadosh Baruxuya dua eləməzsən. Her bir neyse yiyirik, bəyək burada bırakalar elədik. Her bir kez ezber bilib bırakalar eləməlidir. Çünkü insan bıraka eləməyib yiyəndə elə bil Kadosh Baruxunu ondan götürür. Kadosh Baruxunundur. Çünkü bu dünyada ne varsa hamısı onundur. Eğer onundursa biz de bıraka eləməliyik. Her bir yediğimize, içtiğimize bıraka eləməliyik. Yarasan Kadosh Baruxu bize güc versin. Her bir kəsə neyse balaca bir şey etsin. Neyse eləsin, bıraka götürsün üstüne. Bak, rəhmətliyin kızlarına deyirəm. Kadosh Baruxu size can sağlığı versin hamımıza. Bezat Haşem, ahır qəmviz olsun. İnden böyle götürün her bir atamızın, anamızın ruhu şad olsun. Bırakalar eləyin. Götürün ne işinse bıraka eləyin. Ve ona ne kadar atanın, ananın ruhu şad olursa bunu yalnız Kadosh Baruxu bilir. Bir son Bezat Haşem. Dediğim sözler burada hiç olmasa nətər deyir, bir adam her bir kəs özünə götürsə hansısa bırakanı Kadosh Baruxu da ona o kadar can sağlığı versin Bezat Haşem. Baruch Adonai Le'elam, amin ve amin. Rebi Hanane ve Kaşo Omer Ratzak